Hər kəsə salam. Bugünkü test izahım Dövlət İmtahan Mərkəzi DİM-in 5-ci sinif ingilis dilindən summativ 1-4 variant A-nı işləyirəm. Bilirik ki, biz ilk dörtlükdə diləmə durur və diləməni təfsir etmək istəyiriksə, biz əvvəlcə oxuyub tərcümə eləməliyik, daha sonra diləmə hissəsini yerinə yetirməliyik. Birdən başlayıram. Where does the parent take their children? Valideynlər uşaqları hara aparırlar? Diləmədə deyir ki, başqa ölkəyə gedirlər. To another country birinci cavabı olur D variantı. 2. Anne and Jack are not happy. Anne və Jack xoşbəxt deyirlər. Cavab olur 2-4. They want to swim in the sea. Onlar dənizdə üzmək istəyirlər. 4. They want to play on the beach. Onlar çimərlikdə oynamaq istəyirlər. Ona görə xoşbəxt deyirlər. Çünki bunları ailəsi aparır başqa ölkəyə, bir kəndə və buna görə də diləmədə deyir ki, onlar xoşbəxt deyirlər. Ona görə ikincinin cavabı olur A variantı. Üçüncü, mətn nə haqqındadır sual verir. Üçüncüdə cavab olur C variantı, ailənin tətil planı haqqında. 4. Doğrulara true, yanlışlara isə false deyirik. 4.1. Anne and Jack think that the village is boring. Anne və Jack fikirləşir ki, kənd darıxdırıcıdır. Bəli, mətndə, dinləmədə iminli bu söz işlədir ki, onlar fikirləşirlər ki, kənd həyatı darıxdırıcıdır. Ona görə 4.1-in cavabı olur A variantı. 4.2. Uşaqlar götürürlər, aparırlar Tomu kənd parkına. Burada yanlış olacaq. Niyə? Çünki dinləmədə deyir ki, Tom uşaqları kənd parkına aparır. Burada isə 4.2-də deyir, uşaqlar Tomu aparır. Ona görə 4.2-ni biz false seçəcəyik. 4.3. Uşaqlar evə qayıtmaq istəmirlər. Bəli, true. Niyə? Çünki onlar tətilə getdiklərinin ikinci günü Tomla rastlaşırlar. Üzərinə dost edinirlər və ona görə xoşbəxt olurlar. Onunla gəzməklərə gedirlər. Ona görə evə qayıtmaq istəmirlər. Ona görə 4.3-ün cavabı olacaq A variantı. 4.4. Valideynlər yeni dost edindikləri üçün xoşbəxtdirlər. 4.4 yanlışdır, false-dur. Niyə? Ona görə ki, valideynlər dost edindiyi üçün xoşbəxt deyil. Uşaqlar dost edindiyi üçün, yeni dost edindiyi üçün xoşbəxtdir. Burada çaşdırıcı veriblər. Burada yazıb ki, valideynlər xoşbəxtdir. Heç burada valideynlərin dostlarından danışmır dinləmədə. Uşaqlar özlərinə təzə dost tapır, adı Tomdur. Və onun yeni dostu Toma görə uşaqlar xoşbəxt, valideyn yox. Ona görə 4.4-ün cavabı olacaq B. Deməli 1D, 2A, 3C, 4A, 4.1A, 4.2B, 4.3A, 4.4B olacaq. Davam edirəm 5-cidən. Hi Hillary, I live in Brazil with my parents. Mən Braziliyada ailəmlə yaşayıram. I study at home and my online teacher is Mr. Mark. Mən evdə təhsil alıram və mənim onlayn müəllimim Mr. Markdır. I send my homework to my teacher. Mən ev tapşırığımı ona yollayıram. He comes to us once a year if I need his help. O ildə bir dəfə bizim evə gəlir, əgər mənim onun köməyinə ehtiyacım olsa. With love, sevgilərlə Andrew. Cavab olur A variantı. Andrew məlumat verir Hillary'yə onun təhsili haqqında, yəni öz təhsili haqqında Hillary'yə məlumat verir. 6. Dear Peter, I go to International High School in New York. Əziz Peter, mən International High School-a gedirəm New Yorkda. I go to school on foot. On foot ayaq deməkdir. Yəni mən ayağımla məktəbə gedirəm, yəni piyada. Baxın, by bus avtobusla, by car maşınla, by taxi ilə və s. Bu isə on foot, yəni piyada getmək. Mən məktəbə piyada gedirəm. We study English, but I like science. Biz ingilis dili təhsil alırıq, amma mən science sözü deməli Azərbaycan dilində desək təbiət fənləri, həyat bilgisi, elm fənləri belə gedir. We have a science laboratory. Bizim təbiət laboratoriyamız var, yəni həyat bilgisindən bağlı, biologiyadan bağlı laboratoriyaları var. I like my school very much. Mən məktəbimi çox sevirəm. Danny. Danışan da Danny'dir. Deməli, Danny studies in New York. Danny New Yorkda təhsil alır. Burada ümumiyyətlə mətnin haqqındadır demir. Deyir, ümumiyyətlə doğru variantı seçin. Yəni, hansı variant doğrudur? Cavab olur A variantı. 7. Dear Sandra, my sister Tessa and I go to Clifton High School in Bristol. Əziz Sandra, mənim bacım Tessa və mən Clifton High School-a gedirik Bristolda. It's a good place for sport. İdman üçün yaxşı bir yerdir. I usually play tennis after school. Mən adətən məktəbdən sonra tennis oynayıram. I like playing tennis. Mən tennis oynamaq xoşlayıram. My sister and I enjoy studying here. Mənim bacım və mən burada təhsil almaqdan ləzzət alırıq. Bunu deyənsə Alice-dir. Düzgün variantı seçin, cavab olacaq Y variantı. The sisters continue their education in Bristol. Bacılar davam edirlər təhsillərinə Bristolda. Deməli 5A, 6A, 7Y. Davam edirəm 8-dən. 8-də biz mətn oxuyub tərcümə eləməliyik. Bu hissənin şagirdlər özləri oxuyub tərcümə eləməlidirlər və cavabları ona uyğun seçməlidirlər.
Deməli 8-dən davam edirəm. Doğru bəyanatları seçin. Burada cavab olacaq 1, 4. It is interesting to look at old photos. Köhnə şəkillərə baxmaq maraqlıdır. Və 4. Information can make history become lively. Məlumat tarixi canlı edə bilər. Yəni yaşadır bu məlumatlar tarixi necə izahlayım Azərbaycan dilində? Information can make history become lively. Become eləmək, yəni həyata keçirmək. Yəni dil məlumatlar tarixi reallaşdıra bilir, yəni yaşadır belə. Cavab olur 1, 4. 8-də, 9-da deyir mətn nə haqqındadır? Mətn Angelina'nın maraqları haqqındadır, öz əcdadı haqqında olan maraq haqqındadır. Yəni 9-da cavab olacaq D variantı. Angela's interest in her ancestors. Ancestors sözü əcdad deməkdir. Bunu uşaqlar lüğət dəftərinə yazıb əzbərləməlidirlər. Çünki səhvləmirəmsə bu məktəb dərsində yoxdur bu söz. 10. Why does Angela want to get information? Nəyə görə Angela informasiya əldə etmək istəyir? Her family's past interests her. Çünki onun ailəsinin keçmişi ona maraqlı gəlir. Onda cavab olur B variantı. 11. The information can help Angela to know. Məlumat kömək edə bilər Angela'ya bilməyinə. Nəyi? 1, 4. Öz əcdadı haqqında çox məlumat, əcdadı haqqında çoxlu məlumatlar və onun haradan gəldiyini, yəni əcdadının haradan gəldiyini bilmək. Ona görə cavab olacaq 1, 4. Deməli 8D, 9D, 10B, 11C olacaq. 12-dən davam edirəm. Yanlışları seçin. Burada cavab olacaq 2, 4. Angela's granny can tell her about the past. Angela'nın nənəsi keçmişi haqqında, öz keçmişi haqqında heç nə deyə bilmir, səhvdir. Burada isə deyir. Bir də 4. Angela'nın valideynləri kömək edir ona məlumat tapmaqda. Burada isə Angela özü məlumat tapmaq üçün yəni çabalayır, belə deyək. Ona görə bu fikirdə səhvdir. Cavab olacaq 2, 4. Çünki bizdən yanlışları istəyir. 13-cü testdən davam edirəm. Aha. Oğlanlar bağdadılar. The boys are in the garden. Onlar ağacları suluyurlar. Oğlanlar kim? Onlar. Yəni olacaq cavab they. They are watering the trees. 13 isə. 14-də baxıram. My jeans, mənim cinsim mavidir. Biz bilirik ki, iki hissəli şeylər, şalvardır, ayaqqabıdır, açqidir, kəlbətindir, qayçıdır. Bunlar iki hissəlidir və cins, şalvar hamısı. Ona görə bunların xəbəri həmişə ar olur. My jeans are blue. Cavab olacaq D. 15. Helen sevimli dostumuzdur. Deməli, burada yərik əvəzli işlətməliyik. Helen bizim sevimli dostumuzdur. 15-də cavab olur A variantı. B variantı him, onu, ona deməkdir. C variantı they, onlar deməkdir. D variantı I, mən deməkdir. Y variantı you, həm sənsiz deməkdir, həm səni, sənə. Heç biri yerinə qoyanda nöqtələrin məna ifadə etmir. 15-də cavab olacaq A variantı. 16. Global. Global o deməkdir ki, bütün dünya üçün, bütün dünyada tanınan, bütün dünya ilə əlaqəsi olan bir şey deməkdir. Ona görə bir də cavab olacaq B variantı. 2. Official. Official, yəni ki, dövlətdə, hansısa bir orqanizasiyada tanınmaq, bilinmək. Məsələn, fikir versək, müğənnilərin Instagram hesabına yazılır official, yəni ki, özlərinin rəsmi hesabları, yəni orijinal dövlət tərəfindən təsdiqlənmiş, özlərinin orijinal, yəni həqiqi olduğu hesab. Biri var fake hesablar, saxta hesablar, biri var orijinal. 2-də cavab olur C variantı. 3. National sözü milli deməkdir. National. O 3-də də cavab olacaq A variantı. 1B, 2C, 3A. 16-da cavab olacaq Y variantı. 17-yə baxıram. Sənin neçə yaşın var? How old are you? Bəxtdə oxuduğumuz testlərin içində ən asanı buydu. Çünki bu ibtidai sinifdən var. How old are you? Sənin neçə yaşın var? 18. Vardır bir dənə stol və 2 dənə stul mənim otağımda. Biz bilirik ki, zeri zira dərsində zeri zira özündən sonra gələn birinci isimlə uzlaşır. Birinci isim təkdədirsə xəbəri is, birinci isim cəmdədirsə xəbəri cəm olur. Arxaya baxmır. Söhbət də bir stoldan getdiyi üçün olacaq there is a table and 2 chairs. 18-də cavab olacaq D variantı. 19-dan davam edirəm. 19-da biz cümlə qururuq. Mənim otağım rahatdır və böyükdür. Və yaxud da ki, mənim otağım böyükdür və rahatdır. 19-da cavab olacaq Y variantı. 20. Biz bilirik ki, əgər cümlədə have got, has got varsa, sualı inkarı özü ilə düzəlir. Sadəcə have, has varsa, bu zaman sualı inkarı do, does'la düzəlir. Və you'ya sual verərkən, he, she, itə sual verərkən does'la, we, you, they ara sual verərkən, we, you, they, bir də aya sual verərkən do ilə sual veririk.
Mən bu testi shortlarımda, öz YouTube kanalımda short videoların içində izah etmişəm ki, have got-la, has got-la, have has-in fərqi nədir? Əgər bilmirsənsə o dərsə bax, hər şey aydın olacaq. 20-də cavab olacaq A variantı. 21-də deyir düzgün cavabı seçin. Sənin dostun South Afrikadandır. Yəni Cənubi Afrika yox, Amerika. Cənubi Amerikadandır. Is your friend from South America? 21-də olacaq cavab C variantı. 22. Mənim qardaşım və mən parkda gəzməyə xoşlayırıq. Mənim qardaşım və mən kim? Biz. We-dən də olacaq like. We like to walk in the park. Biz parkda gəzməyə xoşlayırıq. Всё. I like, mən xoşlayıram. You like, sən xoşlayırsan. He, she, it likes, o xoşlayır. We like, you like, they like. My brother and I da we olduğu üçün cavab olacaq like. 22-də olacaq cavab D. 23. 1C, 2A, 3B, official bayaq izah elədim. Official. Burada sözləri, söz birləşmələri yaradırıq. Official language, 1C, yəni rəsmi dil. 2. Native, milli speakers, yerli danışanlar, yəni yerli danışan insanlar, 2A. 3. Social media, sosial media, yəni Instagram, Facebook, YouTube, TikTok və s. 1C, 2A, 3B, 23-də. 24-də baxıram. Biz bilirik ki, feilə sual verərkən do-dan dazdan istifadə edirik. He, she, itə dazla, qalanlarına isə do ilə sual veririk. Burada isə she-yə sual verir. O, beyzbol oynayır. Does she play baseball? 24-də cavab olacaq Y variantı. 25-ə baxıram. Antonim cütlərini seçirik. 1. Married, evli, single, subay. 1 düzdür. 2. House, home, hər ikisi ev deməkdir. 3. Empty, boş, full, dolu. Bu antonimdir. Bəli, 1-3. 4. Class, sinif, grade. Bu da sinif deməkdir. 5. Global deməkdir. World isə dünya deməkdir. 5 duyğun deyil. Cavab olacaq 1-3. 26-da isə uşaqlar özləri baxıb mətn yazmalıdırlar. Mən bu cür mətn yazmışam. Mənim mətnimə baxıb dəftərinizə, testinizə yaza bilərsiniz və yaxud da ki, özünüzdən istədiyiniz cür mətn uydura bilərsiniz. My name is Paul. I am 28 years old. I like to make clothes. I spend 6 or 8 hours in a day. When I make a dress, everybody likes my clothes. I am a good designer. I follow famous designers on Instagram. Mənim adım Pauldur. Mənim 28 yaşım var. Mən paltar düzəltməyə xoşlayıram. Mən bir paltar düzəldərkən gündə ən az 6-8 saat vaxt sərf edirəm. Hər kəs mənim paltarlarımı xoşlayır. Mən yaxşı dizayneram. Mən Instagramda məşhur dizaynerləri izləyirəm. Mən bu şəkildə yazmışam. Sizin ürəyiniz necə istəyir, o şəkildə yaza bilərsiniz. Video izahım bu qədər. Hər hansı bir sualınız varsa, hər hansı bir testi başa düşmədisə, yorumlarda yaza bilərsiniz. Həmin testi təzədən təkrar izah etməyə çalışaram. Bugünkü izahım bu qədər. Abunə olun, yorumlara nəsə yaza bilərsiniz, like eləyə bilərsiniz və başqaları ilə bölüşə bilərsiniz. Sağ olun, hələlik. Hər kəsə salam. Bugünkü test izahım DİM-in 5-ci sinifindən səhifə 60-da olan deməli, summative tasks for the first half year, yəni birinci yarım il üçün olan summativ testlərin A variantını izah etmişdim. İndi isə B variantını izah edirəm. Bildiyimiz kimi birinci hissə dinləmədən başlayır və biz dinləməni səhvsiz etmək istəyiriksə, əvvəlcə sualları oxuyub tanış olmalıyıq, tərcümə etməliyik. Daha sonra dinləməni eləyəndə mən garanti verirəm ki, siz bütün sualları düzgün cavablandıracaqsınız. Sual 1-dən başlayıram. What is Mike's mother? Biz bilirik ki, what nə deməkdir? Və insanlara sual verərkən biz who deməliyik. Kimdir Sara'nın anası, kimdir o qadın, kimdir o kişi və s. Lakin what əgər bir cümlədə insana sual verirsə, məsələn, what are you? Sən nəsən yox, nəçisən kimi tərcümə olunur. Yəni, ixtisasın nədir, peşən nədir, işin nədir? Yəni, birinci testdə what is your mother? O deməkdir ki, what is Mike's mother? O deməkdir ki, Mike'ın anası nəçidir? Yəni, ixtisası nədir, peşəsi nədir? Deməli, birdə cavab olacaq A variantı. Buna başqa bir misal gətirim, sonra növbəti testə keçim. Məsələn, who are you? Sən kimsən deməkdir. Məsələn, mənə sual versələr, who are you? Mən deyirəm ki, I am Sara. Mən Sarayam. Всё. Mənə sual versələr ki, what are you? Sən nəçisən? Bu zaman cavab verməliyəm. I am an English teacher. Mən ingilis dili müəllimiyəm. Bu tipli. İkinci suala keçirəm. İkinci sualda biz deməli nöqtələrin yerini davam elətdirməliyik. Mike'ın balaca qardaşı doesn't go to school. Məktəbə getmir.
and is 6 years old və 6 yaşındadır. 2 də cavab olacaq. 1, 3 çünki dinləmədə o şəkildə deyir. 3-ə baxıram, mətn nə haqqındadır? Cavab olur D variantı. Mike'ın dostcanlı ailəsi haqqında. Mike's friendly family. 4-ə baxıram, biz doğru və ya yanlış bəyanatları seçməliyik. Doğrular true, yanlışlar isə false-dur. Bəzi şagirdlər bu tipli şeydə bəzilərində çaşırlar, nə mənada? Deyirlər ki, müəllim, dinləmədə bu haqqda heç nə demir. Əgər dinləmədə o haqqda heç nə demirsə, biz bunu yanlış seçməliyik. Məsəl üçün, mən özümdən danışıram. Mənim adım Saradır. Falan universiteti bitirmişəm, falan qədər ildir müəllim işləyirəm, amma yaşımı demirəm. Yaşımı demirəmsə, siz mənim necə yaşımı seçə bilərsiniz ki? Bilmirsiniz axı dəqiq mənim yaşım nə qədərdir. Ona görə deyə bilmərsiniz. Əgər dinləmədə nəyisə demirsə, nəyisə eşitmirsinizsə, siz bu zaman onu false olaraq, yəni yanlış olaraq götürməlisiniz. True olaraq götürə bilmərsiniz. 4-cü testdən davam edirəm. Mike's sister wants to be a teacher. Mike'ın bacısı müəllim olmaq istəyir. Bəli, true. 4-1-də cavab A. 4-2. Mike'ın atası öz işini xoşlamır. Yanlış, false, B. 4-2, B. 4-3. Valideynlər həmişə qulaq asır öz uşaqlarına. 4-3-də cavab olur A variantı. 4-4. Mike düşünür ki, yalnız onun bacısı onun ən yaxşı dostudur. Bu da yanlışdır. 4-4-də cavab olacaq false. Cavabları yenidən oxuyuram. 1A, 2C, 3D, 4. 1A, 4-2B, 4-3A, 4-4B. 5-ci hissədən davam edirəm. Burada oxuyub tərcümə edirik və cavabı seçməliyik. Dear John, greetings from Perry. Əziz John, salamlar Perudan. We are in Lima, the capital city. Biz Limadayıq, paytaxt şəhərdə. I'm having the best time of my life here. Mən həyatımın ən yaxşı vaxtını keçirirəm burada. We visit different places every day. Biz hər gün müxtəlif yerlərə baş çəkirik. Larco Museum is an interesting place to visit. Marco muzeyi maraqlı bir məkandır, maraqlı bir yerdir baş çəkmək üçün, yəni getmək üçün. See you soon. Tezliklə görüşənə qədər Billy. Deməli Billy öz bayramı, öz vacation, yəni tətilində getdiyi tətili haqqında da, yəni məzuniyyəti, tətili, istirahəti bayramında bayram üçün xoşbəxtdir. Yəni çünki qəşəng şeylərdən danışır ki, paytaxt şəhərdəyik, maraqlı yerlərə gedirik, həyatımın ən gözəl vaxtını keçirirəm burada. Ona görə 5-də cavab olur A variantı. 6-ya baxıram. Hello Patrick, I'm planning a barbecue party for the weekend. Salam Patrick, mən planlayıram kabab partisi eləməyə həftə sonu. Deməli barbecue sözü, barbecue həm sos adıdır. Nətər ki bizdə ketçup, mayonez, pendir sosu var. Onda da barbecue sosu var. Çox acılı bir sosdur. Barbecue partidə kabab kimi eləyirlər. Həyətlərində manqal üstü ət qızardırlar və s. Kabab fason bir şey eləyirlər. Bizim dildən desək ona barbecue deyirlər. Davamını oxuyuram. My parents and cousins want to make a huge strawberry cake with cream. Mənim valideynlərim və kuzenlərim istəyirlər ki, böyük, nəhəng bir çiyələkli pasta düzəltsinlər, yəni tort düzəltsinlər krem ilə. We arrange the party in our garden. Biz partini öz həyətimizdə təşkil edəcəyik. Arrange sözü təşkil etmək, burada da yazmışam. I invite you to the party too. Mən də səni həmçinin partiya dəvət edirəm. Best wishes Riyan. Böyük arzularla Riyan. Deməli Riyan dəvət edir Patrick'i partiyaya. Cavab olur 6A. 7-dən davam edirəm. Hello Louis, I'm on holiday with my parents in Orlando. Salam Louis, mən valideynlərimlə Orlandoda birlikdə tətildəyəm. It is a fantastic place for people to visit. Bura fantastik, yəni əla, mükəmməl bir yerdir baş çəkmək üçün, yəni getmək üçün, səfər etmək üçün. We have a good time here. Biz burada yaxşı vaxt keçiririk. My parents often take me to the beach and we enjoy swimming in the sea. Mənim valideynlərim tez-tez bizi çimərliyə aparır və biz üzməkdən ləzzət alırıq. Özündən müğayət ol, Clara. Deməli, Clara məlumat verir Louisə onun tətili haqqında, yəni öz tətili haqqında. 7-də cavab olacaq C variantı. 5A, 6A, 7C. 8-cidən davam edirəm. Burada mətni oxuyuruq, tərcümə edirik və gördüyünüz kimi mən bəzi yerlərin altını xəttləmişəm ki, onlar
altdakı sualların cavablarıdır. Orada xəttləmişəm ki, siz də oxuyub tərcümə edəndə mənim kimi xəttəsə cavabların hamısının olduğunu görəcəksiniz. 8-dən davam edirəm. Doğru bəyanatları seçin. Cavab olacaq 1, 4. Most Londoners prefer living in old house. Əksər Londonlular qədim evlərdə yaşamağa üstünlük verirlər. Prefer sözü prefer yazılır. Prefer üstünlük vermək. Yəni üstünlük verirlər o cür evlərdə yaşamağa. Qədim. 4-ə baxıram. You can see trees and flowers in the gardens. Siz həyətlərdə ağaclar və güllər görə bilərsiniz. Bəli. 8-ə cavab olacaq 1, 4, yəni D variantı. 9-a baxıram, mətn nə haqqındadır? The nation that is fond of traditions. Yəni öz adət-ənənələrinə aşiqi olan bir millətdən söhbət gedir. Yəni burada danışır ki, Britaniyalılar necə öz adət-ənənələrinə, öz ölkələrinin adət-ənənələrinə tabe olurlar, xoşlayırlar, qədim şeylər dəyişmək sevmirlər, onlardan danışır. Ona görə 9-a cavab olacaq E variantı. 10. Why do the British like Christmas holiday? Nəyə görə Britaniyalılar Christmas bayramını xoşlayırlar, yeni il bayramını xoşlayırlar? Christmas normalda Pasxa bayramıdır. Yəni Christmas sözü biz yeni il kimi deyirik, amma yeni il sözü New Year-dir. Christmas-a Pasxa deyəndə, yəni Christmas bizim dediyimiz yeni ilə necə giririk elə. Sadəcə xarici ölkədə, məsələn Azərbaycanda yeni il 31 biri kimi qeyd edilir. Xarici ölkədə bu daha uzundur. Məsələn mən qaldığım ştatda Christmas bayramı 2 həftə təşkil edirdi və 2 həftə məktəbdə, işdə hər yerdə kanikul olunurdu. Çünki bu onların bizdəki necə Novruz müqəddəs bayram sayılır, necə ki Novruz bizim yerli bayramımızdır. Onlar da Christmas-ı bu cür qeyd edirlər. 10-cuda Why do the British like Christmas holiday? Cavab olacaq Y variantı. Çünki ailə bir yerə gəlir. Yəni hamı bir yerə toplaşır, birlikdə keçirirlər ona görə. Onda cavab olur Y variantı. 11-dən davam edirəm. You can see gardens. Siz görə bilərsiniz bağça. Everywhere you go. Getdiyiniz hər yerdə. In towns and village. Şəhərlərdə və kəndlərdə. 11-də cavab olacaq 2, 3, yəni A variantı. 12-dən davam edirəm. Hansı bəyanatlar yanlışdır? Biz burada yanlışları seçməliyik. Deməli, birinci doğrudur, ikinci doğrudur. Old houses are not expensive to live in. Deyir, qədim evlər yaşamaq üçün bahalı deyil. Səhvdir, çünki Britaniyada əksinə qədim evlər daha bahalı sayılır. Çünki onlar daha qədimi evləri xoşlayırlar, daha öz adət-ənənələrinə uyğun olan şeyləri xoşlayırlar. Ona görə 3 səhvdir. 4. You can see vegetables in small gardens. Deyir, siz görə bilərsiniz tərəvəzlər balaca bağlarda. Xeyr, tərəvəzlər yox, gülləri görə bilərsiniz deyirdi mətnin içində. Ona görə 3, 4 yanlış cavab olacaq. 13-cü testdən davam edirəm. They, my favorite friends. Onlar mənim sevimli dostlarım. Ya are olacaq, ya da are not. Çünki bu cümlədə feil yoxdur ki, biz don't does not işlədək. They'in də xəbəri is yox, are not olur. They are not my favorite friends. Onlar mənim sevimli dostlarım deyirlər. 13-də cavab olacaq B variantı. 14. Identity sözü şəxsiyyətlik, eyniliklik. Bu mənim şəxsiyyətimdir. Ona görə 14-ə cavab olacaq B variantı. This is my identity. Bu mənim şəxsiyyətimdir, bu mənim xarakterimdir. O mənada. 14-ə cavab olacaq B variantı. 15-ə baxıram. She bilirik ki, o qadın cinsində odur və she'nin xəbəri is olur. Where is she from? O haradandır? Necə ki, sual veririk. Where are you from? Sən hardansan? Burada da eyni şeydir. Where is she from? O haradandır. Yəni haralıdır. 16. Düzgün variantı seçin. Niyə adamlar İngilis dilinə ehtiyacı var? Deməli, people sözü adamlar deməkdir. Need ehtiyacı olmaq feildir. Biz bilirik ki, feilə sual verərkən do'dan dazdan istifadə etməliyik. B variantında və C variantında why-dan sonra do yazmalıydı. Yazmayıb, ona görə gedir, silirik. A, D, Y arasında qalırıq. Why do people need olmalıdır? A variantında need axıra atıb olmaz. Why do people need? D və Y variantına baxıram. D variantında da need people yazıb. 2 feili bir-birə yazıb olmaz. Why do people need English? Nəyə görə insanların ingilis dilinə ehtiyacı var? 16-da cavab olacaq Y variantı. 17. She is Turkish. O türkdür. Her country is Türkiyə. Onun ölkəsi Türkiyədir. 17-də cavab D. 18-də biz cümlə qururuq. Deməli, Sandra adam adı. On the radio show.
radio şousunda, R xəbəri, Mike adam adı and və. Deməli Sandra və Mike və yaxud da ki Mike və Sandra ola bilər. Radio şousundadırlar. Mike and Sandra və yaxud da ki Sandra and Mike are on a radio show. 18-də cavab olacaq A variantı. 19-cu testdən davam edirəm. This is my pen pal. Bu mənim qələm dostumdur. Do you know? Sən tanıyırsan onu. Onu. B variantı she, odur, olmaz. C variantı sənindir. D variantı onun deməkdir. Y variantı isə onlar deməkdir. Burada iki cavab ola bilərdi. Ya her, onu ona, ya da him, onu ona. Him olmadığı üçün biz A variantını seçirik. 20. Şagirdlər oxuyurlar kitablar dərsdə. Şagirdlər kim? Onlar zey. Zeydə də bilirik ki, feil dəyişmir. Hidə, şidə, itdə feil es qəbul edir. Amma zeydə olduğu kimi qalır. 20-də cavab olacaq B variantı. 21. Vardır 2. Əgər 2 yazıbsa, görürük 21-də tu yazılıb 2. Deməli, özündən sonra gələn ismi mütləq şəkildə cəmdə seçməliyik. 1. Cats, pişiklər. 3. Alma ağacları. 5. Velosipedlər. 1, 3, 5. 22-yə baxıram. Mənim bacım var ya da yoxdur. Aha. İkinci tərəfdə eni veribsə, biz bilirik ki, eni sual və inkar cümlələrdə olur. Ona görə ikinci tərəfi inkar seçməliyik. Və bir cümlədə əgər have, has varsa, sualı inkarı don't, does notdan düzəlir. Have not, has not ola bilməz. Təkrar deyirəm. Have got, has got'un sualı inkarı özündən düzəlir. Eləcə have, has'in sualı inkarı don't, does notdan düzəlir. Yəni has not, have not ola bilməz. B variantı has not, have not yazıb ola bilməz. Sonra Y variantında have not yazıb ola bilməz. Qalırıq C variantı, D variantı və A variantı arasında. Deməli, tərcümə edək. Mənim bacım yoxdur, mənim qardaşım yoxdur, yoxsa mənim bacım var, amma heç qardaşım yoxdur. 22-də cavab olacaq C variantı. Mənim bacım var, mənim heç qardaşım yoxdur. İkinci tərəfdə eyni olduğu üçün biz inkarları seçməliyik. D variantında ikinci tərəfi have yazıb, təsdiq yazıb olmaz. Ona görə 22-də cavab olacaq C variantı. 23-ə baxıram. Deməli, sən səhər yeməyi yeyə bilərsən. Sən axşamlar səhər yeməyi yeməməlisən. Biz səhər yeməyini səhər yeyirik də, yumurtanı falan, yəni axşam yeməliyik. Ona görə bir tərəf can, bir tərəf cannot olmalıdır. Modal feildən sonra to gəlməz, A variantı getdi. İki dənə cannot olan məntiqli variant Y variantıdır. Sən səhərlər səhər yeməyi yeməlisən, sən axşamlar səhər yeməyi yeməməlisən. 23-də cavab Y variantı olacaq. 24. Are you happy? Sən xoşbəxtsən? Bəli, eləyəm. Yes, I am. 1B. 2. Is he from Brazil? O Braziliyadandır. Ya belə olmalıydı. Yes, he is. Ya da no, he is not. Yes, he is yoxdur. Amma no, he is not var. Ona görə 2C. 3. Is it your book? O sənin kitabındır. Yes, it is. Ya da no, it is not. Cavabı var. Yes, it is. Ona görə A. 1B, 2C, 3A. Yəni 24-də cavab olacaq C variantı. 25-dən davam edirəm. 25-də deməli biz birinci seçməliyik antonimləri. 1. Black, white, qara, ağ. 2. International, global. International, beynəlxalq, global da bütün dünyada tanınan, yəni antonim deyil. 3. Question, sual, sual vermək. Answer, həm cavab vermək. 3 düzdür, antonimdir. 4. Happy, glad, sinonimdir. 5. City, village, city şəhər, village kənd. 1, 3, 5. 25-də cavab olacaq 1, 3, 5. 26-da biz mətn qrup tərcümə etməliyik. Mən bu cür yazmışam. My name is Colin and they are my friends. Mənim adım Colindir və onlar mənim dostlarımdır. We like to keep the environment clean. Biz ətraf mühiti təmiz saxlamağı xoşlayırıq. Every month we go to the parks and we clean them. Hər ay biz parklara gedirik və onları təmizləyirik.
My friends help me a lot. Mənim dostlarım mənə çox kömək edirlər. It is very good to have a clean park. Çox yaxşıdır təmiz bir parkının olması. Mən bu şəkildə yazmışam. Siz istədiyiniz şəkildə mətn qura bilərsiniz. Hər kəsin öz təxəyyülünə uyğun mətn quraşdırma forması var. Əgər mətn qurmaqda çətinlik çəkirsinizsə, mənim qurduğum mətnə baxıb ona oxşar, o cümlələrdə sözləri, isimləri, sifətləri dəyişərək özünüzə uyğun fərqləşdirib də yaza bilərsiniz. Bugünkü test izahım bu qədər. Ümidvaram ki, hər şey aydındır. Hansısa bir sualı başa düşmədisə, yorumlara yaza bilərsiniz. Mən o testi yenidən izah edib çəkib videosunu paylaşmağa çalışaram. Bugünkü test izahım bu qədər. Like atmağı, başqalarıyla bölüşməyi unutmayın. Sağ olun, hələlik.